Buyurur ki, müminin canını alırlar mələklər. Buna diqqətlə qulaq asın. Müminin canını alır mələklər. Fəyətirur ruh min əydil mələikə. Buyurur ki, mələklərin əlindən ruh çıxır. Mümini aparırlar Allaha tərəf. O qədər səbirsizlənir ruh Allaha qovuşmaq şövqü ilə. Deyim, mələklərin əlindən çıxır. Fəyyəsrə'u iləllah fi əsrə'ə min tərfəti aynin. Deyir, çıxır və tələsə-tələsə gedir ruh, qalxır. Göz qırpımında gəlir Allahın yanına. Sözə baxın siz Allah. Fəla yəbqa hicabun və la sitrun beynəha və beynəllah Teala. Deyir, elə yerə gəlir çatır ki, insanın ucalığına baxın. Allahla onun arasında bir dənə örtü və hicab qalmır. Bir dənə örtü və hicab qalmır. Bu sözə baxın sən Allah. Bu sözlər çox qiymətlidir. Bu gecən deyiləsi sözlərdir. Buyurur ki, Vallah Teala iləyhəl muştaq. Bir haldadır ki, Allah müştaqdır bu ruha. Müştaq bir söz nə deməkdir? Allah həsrətini çəkir bunun gəlişinin. Allah həsrətini çəkir bunun gəlişinin. Xahiş edirəm, hamınız özünüzə müraciət edin ki, mən buyam ha. Buyam, bu ola bilərəm. Bu ola bilərəm. Allah deyir, ruhu gözləyir, bu çıxır əllərindən gəlir, bir yerə qədər gəlir, çatır ki, Allahla bəndə arasında heç bir örtü qalmır. Mən də oxumuram, hədis uzundur, vaxt almaq istəmirəm. Allah danışır ruhla, deyir, dünyanı necə tərk elədin? Danışır, deyir, valla mən bu dünyada oldum, amma elə dünya mən üçün maraq kəsb eləmədi. Heç nəylə mən özünə çəkə bilmədi. Hikmət-i dünya və mafiha bilən arif deyil. Arif oldur bilməyə dünya və mafiha nədir? Və bu hədisdən götürülür bu. Deyir, mən dünyada qaldım, heç bilmədim necə bir yerdir. Maraqlanmadım. Allah buyurur ki, sədəqdə, düz deyirsən. Kuntə bi cəsədikə fid dünya və bi ruhikə mə'i. Sənin cismin dünyadaydı, ruhun mənim yanımdaydı. Ruhum mənim yanımdaydı. Axırı nədir? İnsanın axır nöqtəsi nədir? La əhcubu beyni və beynəkə fi vəqtin minəl əvqat hətta yədxul aleyyə əyyə vəqtin şi'tə. Buyurur ki, indi bilsən necə sənlə rəftar eləyəcəm. Sənlə öz aramda heç bir örtü və hicab saxlamayacam. İstədiyin vaxt mənim huzurumdasan. İcazəsiz. Fasiləsiz, hər an mənlə ünsiyyətdə ola bilərsən, mənim yanımda ola bilərsən. Sənlə öz aramda bir dənə maniyə qoymuram. Təsəvvür, yerin göyün yaradan Allah. Deyir ki, sən haçan istəsən, mənim qəbulumdasan, yanımdasan. Qapı açıq düzvə. Ondan sonra buyurur ki, və kəzəlikə əf'alu bi əhibbai. Mən öz sevdiklərimlə belə davranıram. Mən birini sevəndə, o ilə belə davranıram. Mənim sevgim belədir. Bax, insan bu zirvə üçün dünyaya gəlib, onu danışandan sonra baxasan, özvə deyəsən, mən nə ilə məşqulam? Mən nə ilə məşqulam? Mənim fikrim nədədir? Mən nəyə özümü həbs eləmişəm? Nə ilə məhdudlaşdırmışam? Ona görə bu gecə dəyişmək istəyək. Allahın Peyğəmbərin dəvətinə cavab verək, diriliyi əldə eləyək. Bəzi aləmlər var ki, biz o aləmlərdə elə yaranmamışıq. Yəni, yoxuq biz orada. Qalmışıq kiçik dünya aləmində. Ölü nə deməkdir? Deyirlər, ölüdür, eşitmir, görmür, nəfəs almır. Bəzi insanlar var ki, onların gördüyünü biz görmürük, eşitdiyini eşitmirik, onların nəfəs aldığı fəzada nəfəs almırıq. Onlara nisbətdə biz ölüyük. Bugün diriliyi əldə eləmək gecəsidir. Əhya nə deməkdir? Əhya gecəsi. Əhya dirilmək deməkdir. Əhyanı kimin haqqında deyir Allah? La təhsəbənnəl-ləzîne qutilu fi səbilillah əmvatən bəl əhyaun. Allah yolunda öldürülənləri, şəhidləri ölü saymayın. Onlar diridilər. Və bu gecə o zirvəyə qalxmaq üçün fürsətdir. Bizim aramızdan müharibədə şəhadətə gedən gənclərin bir çoxu Qədr gecəsində imzalatdırdılar şəhadət namələrini.
Arzuladılar, Allah onlara qismət elədi. Mən neçəsini tanıyırdım. Ancaq bu eşqlə, bu arzu ilə yaşayırdılar ki, vətən yolunda, torpaq yolunda fəda ola bilsinlər. Görün, onlar hara getdilər, biz harada ilişdik qaldıq. Onlar bu gecə onu arzuladılar, bu gecələrdə. Görüləsi mənzərələr var, eşidiləsi səslər var, fərqli aləmlər var. Əleyhissalam buyurur ki, "Guzzu əbsarakum amma harramallah aleykum təravnəl əcaib." Buyurur ki, gözünüzü haramlardan yumun ki, qəribə şeylər göstərsin Allah sizə. Başqalarının görmədiklərini görəsiz. Biz gəlmişik pak həyatla dirilmək üçün. Pak həyat əldə eləmək üçün gəlmişik. Həyatımızı dəyişmək üçün yox, yenidən doğulmaq üçün gəlmişik. Mən bunu izah eləyə bilməyəcəm. Əl-Mizan təfsirində izah eləyir, deyir, bu həyatın sadəcə yaxşıya çevrilməsi deyil, bu yeni həyat əldə eləməkdir. Bu həyatın təzədən doğulmaq deməkdir. Təzədən doğulmaq, başqa fəzada. Nə qədər zövqlü, səfalı, ləzzətli həyat yaşayır bəziləri. Biz o həyatdan məhrumuq. Bu gecə pisliklərdən bir dəfəmlik ayrılmaq və yaxşılıqları arzulamaq gecəsidir. Bu gecə pak həyat arzulamaq gecəsidir. Məstanə yaşayan insanlar var. Dünyada, eşitmişsiniz o hədisi, buyurur ki, onların dünyada aldıqları ləzzət, başqalarının cənnətdə aldığı ləzzətdən üstündür. Belə insanlar var. Bu necə olur? Bu varlığın mərkəzinə bağlanmaqla olur. Diriliyin mənbəyi olan Allaha bağlanmaqla olur. Biz zikri ki aşə qəlbi, səni yad etməklə qəlbim yaşayır. Halımızdan narazıyıq, mən narazıyam. Siz də yəqin narazısınız. Fürsətdir dəyişmək üçün. Ən gözəl fürsətdir. Narazısınızsa buyurun Allahdan iltimas eləyin, xahiş eləyin, dəyişsin. Kərbəlada neçə nəfər ən günahkar adam dirildi, adını əbədi olaraq yazdı İmam Hüseynin adının yanına və canları da İmam Hüseynin canının yanındadır. Onlar İmam Hüseynindən ayrılmayacaq. Onlar İmam Hüseyinlə gəlib məhşərdə gedəcəklər cənnətə. Onların cənnəti İmam Hüseyindir. O adamlar ki, dünən günahkar idilər, amma Hüseynin pak nəfəsi ilə dirildilər, həyat əldə elədilər. Qarşısındakılar kimlər idi? Üzr istəyirəm, heyvan həyatı yaşayanlar. Onların bir qismi ayıldı. Bunların həyatının təsirindən, bunlar o qədər diri idi ki, dirililəri qarşı tərəfdə olan zərrə vicdan olan adamlara təsir edirdi. Onlar da ayıldılar. Mənim fikrim qalıb bayırda olanların, içəridə bu sıxlıqda oturanların yanında istəyirəm, xülasə danışım ki, dualara keçək, amma bu sözlərin üzərindən keçə bilmirəm. İza əradəllah bi'abdin xeyra qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarətih. Allah bir bəndəsinə xeyir vermək istəsə, ürəyinə Hüseynin və ziyarətinin məhəbbətini daxil eləyər. Nə qədər ümid eləyirəm bu ayəyə bir Allah şahiddir. Bir Allah şahiddir, mən öz əməlimdən xəcalət çəkirəm. Mən öz əməlimdən ümidsiz oluram. Amma hər dəfə ümid eləmək istəyəndə bu hədis mənim yadıma düşür. İza əradəllah bi abdin xeyra qəzəfə fi qəlbihi hubbəl Hüseyn. Allah birini sevəndə, ona xeyir vermək istəyəndə ürəyinə İmam Hüseynin məhəbbətini daxil eləyər. Həmin Hüseyn məhəbbəti ki, Kərbəladakiləri diriltdi, o bizdə də var. O sərmayə bizdə var artıq. Bu sərmayə ilə neynədin? Allah soruşacaq qiyamət günü. Hüseyni sənə vermişdim. Bu Hüseynin eşqi səni meyraca qaldıra bilərdi. Harada ilişdin qaldın? İmam Hüseynin eşqi o dərəcələrə səni çatdırmadısa, günah sənin günahındır. Öz səhvündür. Bu gecə Quranı başımızın üzərinə qaldırırıq. Bilmirəm, bəzi adamlar bundan niyə qıcıqlanır? Deyir, niyə görə Quranı başının üzərinə qoyublar? Bilmirəm, nə pis şey var ki, insanlar Quranı başının üzərinə qoyur. Bir xalq, bir toplum kitabı başının üzərinə qoyursa, bu ancaq fəxr olunası bir haldır. Baxasan, deyəsən, əhsən bu ümmətə ki, kitabın yeri bunun başının üzərindədir.
Kitab baş üzərinə qaldırılırsa, heç olmasa simvolik olaraq da qaldırılırsa, yavaş-yavaş düşündürməlidir ki, kitabın, mərifətin, elmin yeri baş üzərindədir. Din adı ilə baş kəsənlərdən narahat olmaq lazımdır. O müharibəni cihad adlandıran bugün bundan narahat olur. Deyir ki, başın üzərinə Quran niyə qoyulur? Quranın gəldiyi gecədir, Quranın nazil olduğu gecədir və Quranın yeri bizim başımızın üzərindədir. Quranın yeri bizim başımızın üzərindədir. Həssas vaxtı deyə bilirsiniz, biz bütün nə ki vasitələr var, hamısını işə salırıq. Bu məclisin mənası budur. Bu fürsət deyil Qədir gecəsi. Deməli, nə edirik? Quranı qoyuruq başımızın üstünə. Allahı özünə and veririk. 14 dənə ən əsas dostu var Allahın. Hamısını gətiririk ki, kömək eləyin, həssas məqamdır. Əlimdən tutun və mənə yardım eləyin, mən dəyişim. Ona görə bu gecənin duasıdır bu xüsusən. Quran baş üzərində, Allahın dili, Allahın zikri dilimizdə və 14 məsumun, Allahın ən üstün bəndələrinin adı ilə ümid edirik ki, bu qədər vasitə əl-ələ versə bizi dəyişəcək. Bu qədər vasitə. Bu qədər vasitə kömək eləyəcək bizə. Biz niyə hamımız bura toplaşmışıq? Hər birimiz evdə bu duanı eləyə bilərdik, bəli. Çətin deyil ki. Niyə insanlar məscidə gəlir? Bilirsiniz niyə görə? Ona görə ki, bu qədər adamın içində Allahın sevdiyi adamlar var 100%. Ola bilər birinin amininə görə Allah hamını qəbul eləsin, bilirsiniz? Bir nəfərin amininə görə. 70 min nəfəri Musa əleyhissalam çıxartdı, 7-8 il idi, quraqlıq idi, su yox idi, qurumuşdu hər yan. 70 min adamla səhralara üst tutdu ki, yağış istəsin. Allah dedi ki, bu qədər adamı yığıb gətirmirsən, bəli. Bütün bu 70 min insan, bu 70 min adam getsin bir nəfərə təvəssül eləsin. Bir nəfər var. Ona getsinlər, desinlər, o dua eləsə yağış yağdıracam. Adını da dedi, yazmadım, yadımdan çıxdı. Ha dedim, yazaram axşama yaxın. Yadımdan çıxdı. Fərqi yoxdur, adı önəmli deyil. Bir nəfərdir var, o bir nəfərin duasına Allah yağış yağdıracaq. 70 min adam məəttəl qalıb. Həzrəti Musa dedi, o kimdir? Düz də Peyğəmbər istərindədir, amma Allah istəyir ki, ümmətin özü dəyişsin. Söhbət ondan gedir. Dedi, get tap. Həzrəti Musa qapı-qapı gedir, Allah dostunu axtarır. Gördü, bizim dildə bir söz var, çəlimsiz adam. Bir arıq, çəlimsiz, qaradərili bir qulamdır. Alnında səcdə izi var. Peyğəmbər baxan kimi dedi, bu olacaq, bu. Dedi ki, sən filan kəssən, dedi, hə. Dedi, nə olub? Ay Allahın Peyğəmbəri, dedi ki, heç nə, yağışın yağmağı sənin duandan asılıdır. Əlini qaldırdı duaya, sadə dedi. Dedi, ilahi, buludların suyu tükənib, günahlara görə qəzəblənmisən, rəhməti sən yaratmamsan, bu günahkarları sən yaratmamsan, mərhəmət səndən deyil, danışdı, deyil, duası bitməmiş, leysan yağmağa başladı. Yağış yağmağa başladı. O bir nəfərdən bu cəmaatın içində var. Mən dəqiq bilirəm, o mən deyiləm. Mən dəqiq bilirəm, mən dəqiq yəqin bilirəm. Ümid eləyirəm, Allah hesab eləyər, amma özümə baxıram, bilirəm, mən deyiləm. Bu adamlar yığışıb xəzalət çəkirəm. Hamının adından mən dua eləyirəm. Təsəvvür edirsiniz, bilmirəm bu nədir, nə işdir. Allahın nə rəhmətidir. Mən nə üzlə Allahdan istəyim. Mənim ümidim sizin aminlərinizədir. Burada oturan pak adamların aminlərinədir. Burada mən inanıram ki, bir yox, nə qədər o insanlardan var. Bəlkə də elə, inşallah hamınız eləsiz. Allah bəzən bir üzü qara bəndəsini minbərə çıxardar, kiminsə amininə görə ona da rəhm eləyər. Onun da hacətlərini verər. Allaha mən belə deyirəm, özün çağırmısan, gəlmişik. Ud'uni əstəcib ləkum. Demisən, məni çağırın, mən cavab verim. Özün çağırmısan. Sən ancaq yaxşıların Allahı deyilsən. Bəli, mən günahkaram, qəbul edirəm. Amma kim dedi ki, sən günahkarların Allahı deyilsən? Kim dedi? Bir atanın 5 dənə uşağı olar, birini götürər qucağına ikisini, biri də dayanar qıraqda, baxar. O da şuluq uşaq olar da, tutaq ki. Həsrətlə baxar, axırda göz yaşı tökər, ağlayar, deyər, ata mənə də qucağı valda, mən sənin oğlun deyiləm bəyəm. Ata da deyər, bağrına basar, deyər,
Elə mən istəyirdim ki, sən özün bunu istəyəsən. Allah da belə eləyir. Allaha deyəsən ki, bax, sən Əlini əzizləyirsən, İmam Zamanı əzizləyirsən, Salmanı əzizləyirsən, Əbu Zərə əzizləyirsən. Mən də dönəmdə sənin. Allah deyər ki, gəl səni də ağuşmalım, bağrıma basım, nəvaziş eləyim. Mən elə bunu istəyirdim ki, sən məndən istəyəsən. Bu istəməkdə nəsə var. Sən məndən istəyəsən ki, mən də səni bağrıma basım, sənə nəvaziş eləyim. Qiyamət günü olsun görəcəksiniz. Bu qədər adamın huzurunda. Deyirəm, sabahın vız qiyamətin şahidisiz. Qiyamət günü görəcəksiniz. Bütün uca yerlərə çatan adamların sənlə məndən bir fərqi oldu ki, onlar istədilər, biz istəmədik. Görürsünüz, nə qədər istəmək mühümdür. Qiyamətdə hamı başına döyəcək. Deyəcək, sən demə istəmək lazımıymış. İstəyənlərə verirlərmiş. Kimliyindən asılı olmayaraq. Ləyaqətə baxmırlarmış. İstəyin şiddətinə baxırlarmış. Nə qədər istəyirsən. İstəsən baxmır layiqsən ya yox. İstəyinlə layiq eləyir səni. Özü layiq eləyir. Ləyaqət verir sənə. İmam Rıza Aleyhisselamın sözünə baxın. Buyurur ki, bir adam Allahdan üzr istəsə və bağışlanmağına şübhə eləməsə, mən zaminən bağışlanacaq. Mən deyirəm ki, ilahi, bu gecə bizi yığasan bura, bu qədər adamı, başqa yerlərə, çağırasan, biz gələk, deyək, bağışla, bağışlamayasan, mən bunu sənə yaraşdırmıram, öldür yaraşdırmıram, mən hər kiməm. Mən hər kiməm. Söhbət mənim kimliyimdən getmir. Sən çağırasan, gəlin, qəbul eləyəcəm, axırda əli boş yola salasan, bu sənə yaraşmır. Və bu sözü dinən İmam Rıza buyurur ki, kifayət eləyir, bağışlanacaq hamı. Hər il mən bu dastanları danışıram, qeyd eləmişəm bir yerə, elə hər il baxıram, danışıram. Həzrət Musa'ya bir sözüdür ki, dedi ki, Allaha dinən ki, onu rüsva eləyərəm. Estağfurullah. Allaha dinən onu biabır eləyərəm. Estağfurullah, bu nə sözdür? Həzrət Musa'ya deyirdilər də belə sözlər. Getdi Allahın yanına, Allahın yanına deyəndə Tur dağında danışırdı da, yanı yoxdur, Allah hər yerdədir. Tur dağı münacat yeridir. Musa-i Kəlim, Kəlimullah danışdı və getmək istəyəndə dedi, bəndən mənə söz göndərmişdi. Nə demişdi? Birini də danışacağım bundan sonra, o da sizə tanışdı, bu başqasıdır. Bəndən sənə nə demişdi? Dedi ki, ilahi, bəndən deyir ki, mənim duamı qəbul eləsin. Deyir, yox, bəndəm necə demişdi? Deyir, utanıram deməyə. Deyir, yox, denəm. Deyir, bəndəm dedi ki, Allah'a denəm, mənim duamı eşitməsə, məni bağışlamasa, onu biabır eləyərəm. Dedi, get bəndəmə denəm, məni necə biabır eləyər? Sən demə, Allahın bu sözdən xoşu gəlib. Bu mərifət əhlinin sözüdür. Biri var, mərifətsiz adam bu sözü deyir. Biri var, mərifət əhli bilir nə deyir, nə mənada deyir. Necə məni biabır eləyər? Gəldi Musa, dedi, Allah soruşur, sən onu necə biabır eləyirsən? Deyir, yapışdı Musa'nın əlindən, getdi. Bir qapını döydülər, bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə qapı açıldı. Dedi, Musa, bu evin yiyəsi məni çağırmışdı, dedi, yox. Qapısını döydüm, açdı, dedi, hə. Allah məni çağırır, deyir, gəl, getsəm qapını açmasa, mən də elan eləyərəm ki, çağırdı, getdim, vermədi. Allah deyir ki, bax, belə mərifətlə, bu ümidlə gəlin, mən də qəbul eləyim, mən də bağışlayayım. Ümid hər şeyi həll eləyir. Ümid qiyamətdə işləyir. Qiyamətdə 2 rükət namaz qıla bilərsən, yox. Deyir, namaz bitdi. Can çıxdısa, bir dənə xeyir iş görənməzsən. Bitdi. Əməl dəftəri bağlandı. Bircə onlar olur ki, sənə göndərsinlər dünyadan. Əməl dəftəri bağlanıb, 2 rükət namaz qılanməzsən, qiyamət səhrasıdır. Qiyamət səhnəsidir. Bir bəndəni çəkir, sorğu-sual eləyir, günahları yaxşılıqlardan ağır gəlir. Heç nə, həlak olacaq. Mələklərə deyir, aparın cəhənnəmə. Mələklər bunu aparır, çəkə-çəkə aparır cəhənnəmə. Bu gedir, mələklər bunu aparır, bu çönür, baxır, gedir. O sözü olar bir adamın. Allah deyir ki, mələklər, saxlayın, bu bəndəmin nəsə sözü var mənə deyəsən. Baxır Allaha, deyir ki, ilahi, heç inanmazdım ki, məni cəhənnəmə atasan. Düz deyir, günahkar idim. Bəs sənin kərəmin, heç inanmazdım məni cəhənnəmdə yandırasan. Allah deyir, buraxın bəndəmi.
buraxın bəndəmi, o mənə ümid elədi. Ondan sonra birisi nə deyir? Deyir, İzzət və Cəlalman da olsun, bəndəm yalan danışır. Dünyada bu ümiddə olsaydı, işi bu yerə çatmazdı. Sözə baxın. Bəs indi yenə də gec də olsa, axır ümid yaranıb. Bəzi adamlar irad tutur, deyir, necə olur, elə bununla bağışlanır. Bəli, sadəcə qiyamətdə də bəzilərində o ümid yaranmır. Bunda nəsə var, nə qədər günahkar da olsa, o ümidi dirildəcək bir şey var. Allah deyir, bəyəm, mən hər şeyi ümidə vermirəm. Mənim verdiyim hər şey ümidədir. Ümid eləyirsə, mən gərək bağışlayayım. Deməli, nəticə nədir? Deməli, cəhənnəmə gedənlərin hamısında bu ümid olsaydı, cəhənnəmə getməzdilər. Əleyhissalamın şəhadət gecəsidir. Əleyhissalam bu gecədə gəlib bizim əlimizdən tutmağa. Ümmət atası belədir də. Niyə gəldi şəhadəti Qədr gecəsinə düşdü? Bilir ki, kömək lazımdır. Kömək lazımdır, onu yad eləyəsən, o əlindən tutsun ki, gedəsən bağışlanmağa. Onun eşqi bizim əlimizdən tutacaq. İnşallah tutacaq. Bir nəfər oğlunu gətirdi Həzrət Əlinin yanına. Dedi, ya Əmir əl-Möminin, oğlumdan nicaranam. Dedi, niyə? Dedi, bilmirəm, elə bil sizə məhəbbəti azdır bunun. Gəlmişəm bir danışasan ondan. Özümüz əhl-i beyt sevərik, bu uşaqdan nəsə nicaranam, gözündə o sevgini hiss eləmirəm. Həzrət Əli soruşdu, adın nədir? Falan. Bir-iki cümlə danışdı, dedi, apar. Dedi ki, aparım, amma nicaranam. Dedi, apar. Apar. Gəldilər evə, oturdular, ana süfrə salıb yemək verməyə. Uşaq hanı yoxdur. Haradadır, getdi, gördü o bir otaqda. Gördü, dizlərim qucaqlayıb ağlayır. Deyir, oğlum, gəl yemək yeməyə. Deyir, mən darıxmışam ağa üçün. O kimidir? Onun gözlərində olan o sevgi üçün darıxmışam, ana. Yemək boğazımdan keçmir. Gördün, işini həll elədi o cavanın. Bir dəqiqə danışmaqla, mən Əleyhissalamı çağırıram bu gecə. Ağa, bax, biz də gəlmişik, belə baxasan bizə ki, day, bir də çıxıb getməyək də, day. Nə qədər olar gedir, hər il gedir yaxı təzdən. Ramazan ayı bitəcək, yenə gedəcək günahlarımızın dalıcan. Özümüzü tanıyırıq. Elə nəzər elə ki, bu dəfə getməyək, yorulduq gedib gəlməkdən. Yorulduq gedib gəlməkdən. Nə qədər biz eyni günahlardan Qədr gecəsində tövbə eləyib, təzdən eyni günahları təkrar eləyəcəyik. Ey Davud, Allah deyir, hansı dərddir bəndə qapıma gəldi, dərdinə dərman eləmədim. Hansı hacəti olan qapıma gəldi, hacətimi vermədim. Hamıya qarşı rəhəmlidir. Kafir dedi ki, Musa, Allah'a denənkindən onu Allah kimi qəbul edirəm, nə neymət istəyirəm, mən heç onu qəbul eləmirəm, heç neymətini də istəmirəm. Yenə də Musa Peyğəmbər xəcalətlə gəldi. İlahi, bir dinsiz bəndön, kafir bəndön belə söz dedi. Dedi ki, mən Allahı istəmirəm, onun neymətini də istəmirəm. Üz çevirir, çevirsin, əsəbidir nədənsə, bilmirəm nə idi. Allah nə cavab versə yaxşıdır. Musa, mənim salamımı bəndəmə çatdır. Denən ona ki, o bəndəlikdən əl çəksə də mən Allahlıqdan əl çəkməyəcəm. Mən yenə neymətlərimi verəcəm ona. Musa qayıdır, kafir kəsdi yolunu. Dedi, dedin Allah'a mənim sözümü? Dedim, dedi, bəli. Və nə dedi? Birinci sözü bu oldu ki, Allah dedi ki, salam deyim sənə onun adından. Kafir bəndəsinə salam göndərən Allahdır. Mənim Allahım sənə dedi ki, çatdırım, dedi ki, sən bəndəlikdən əl çəksin də Allah Allahlığından əl çəkməyəcək, o neymətlərini yağdıracaq. Deyir, bunu danışa-danışa Musa Peyğəmbər gördü, o kafir diz çöküb ağlayır. Deyir, Musa, sənin Allahın belə Allahdır, bəs mən niyə indiyəcən tanımamışam? Mən niyə indiyəcən düşmən olmuşam? Musa, nə gözəl Allahım var, mən onunla vuruşuram, o məndən əl çəkmir, dedi, bəli, mənim Allahım belədir. Tanış elə məni o Allahla, mən istəyirəm ömrümün qalan hissəsini ona bəndə olum. Bu Allaha günah eləməzlər. Mən Allahın huzurunda sizin hamınızın adından etiraf edirəm. Deyirəm, ilahi, qəsdən bilə-bilə günah eləmişik biz. Deyəmərik, bilməmişik. Qəflətdə olmamışıq. Bilə-bilə günah eləmişik. İmam Hüseyin əleyhissalamın ərəfə duasında var. Ənəlləzi etəməttu. Mən o kəsəm ki, bilə-bilə günah elədim. Niyə o vaxtda məni vurmadın? Niyə cəza vermədin? Bilirsiniz, hədislərdə var ki, mələklər neçə yerdə Allaha etiraz edir. Deyir, ilahi, day, bəsdir, bu nə qədər abırsızlıq eləyir, bu nə qədər günah eləyir. Allah nə cavab verir?
Deyir, dəyməyin, siz qarışmayın. Bəlkə Qədir gecəsində qayıdar. Hər il gəlir də Qədir gecəsində səsküyə düşür gəlir, axına düşür gəlir, dəyməyin. Həmin anda vura bilərdin. Günah üstündə vura bilərdin. Vurmadın, dedin ki, işiniz olmasın. Mənim bəndəmdir, mən bilərəm. İlahi, səndən xahiş edirəm, bu gecə məndən soruşma, niyə gec gəlmisən, niyə indi gəlmisən? Demə mənə ki, işdən keçib, Allah eləməsin, həkimə gedirsən, bəzən baxır vəziyyətinə, deyir, nə gec gəldin, işdən keçib, aparın. Düz deyim? Həkim bəzi xəstə edir, əlahsızdır, gec gəlmişsiniz, gecikdirmişsiniz. Elə bir günahkar var, Allah desin ki, gec gəlmirsən, valla yoxdur. Allah həkimlər kimi demir. Hansı vəziyyətdə gəlirsənsə gəl, heç vaxt demir, buraxmısan, gecikmirsən, vaxtı keçirmirsən, qayıt get. Bir nəfəri qaytarmır. Deyir ki, hasan gəlmirsən, ölümcülsən, əsas gəlib çata bilmirsən, bu lazım idi mənə. Ya ibadiyyəllədinə əsrəfu alə ənfusihim. Ey mənim günahla özünə zülm eləyən bəndələrim, la təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. İnnəlləhə yəğfiruz zunubə cəmi'a. Allah bütün günahları, istisnasız, ən ağır günahları bağışlayar. Mən hədisdə görmüşəm, əməlləri yazan mələklər şikayət edir Allaha. Deyir, hər gün günah edir, yazırıq, biz utanırıq, bu utanmır. Yorulmuşuq bunun günahlarını yazmaqdan. Allah deyir, Allahın olsun, mənim çox ürəyim yanır bu hədisləri oxuyanda. Allah deyir ki, amuruhum bis səbr. Mələklərə deyir ki, mənim mələklərim, darıxmayın, səbr eləyin. Elə bir atıya balasından şikayət eləyərləri, bilməz nə desin. Mələklərə deyir, səbr eləyin, dözün, səbr eləyin. İnşallah qayıdar, qayıdar. Bir gün peşman olar, dönər. Və gələndə nə deyir? Deyir, xoş gəlmişsiniz. Sizi gözləyirdim, nə vaxtı, hardaydınız? Bütün bunları deyəndən sonra Allah bilirsiniz nə deyir? Deyir, bilirsiniz niyə mən belə rəftar edirəm? Və ənə əcvədül əcvədin və ərhamur rahimin. Çünki mən səxavətlilərin səxavətlisiyəm. Çünki mən rəhimlilərin rəhimlisiyəm. Əleyhissalam Salmanın kəfəninə nə söz yazdı? Ən üstün səhabəsi idi Peyğəmbərin Salman. Əleyhissalam kəfəninə yazdı, Salman, səndən soruşsalar, niyə əli boş gəlmisən? Dinəm, mən kərim şəxsə qonaq gəlmişəm. Kərim şəxsin huzuruna əli boş gedərlər. Ədəbsizlik olar nəsə aparmaq.